belə bir savabı, belə bir şansı əldən verməyin. Ya Allah! Salam əziz dostlar. Ötən il yadınıza gəlir, xatırlayırsınızsa, gözəl bir işə qol qoymuşduq sizinlə birlikdə. Bir yetim qıza, Rüqəyyə bacıya ev aldıq və indi də evində oturur. Bu işdən sonra çox müraciətlər, 100-dən artıq müraciətlər olub mənə. Evlə bağlı, evim yoxdur, xəstəliklə bağlı filan. Çox vacib olmadıqca ümumiyyətlə bu işlərə mən yaxın durmuram. Amma tanıdığım, bildiyim, dəqiq araşdırandan sonra ki, həqiqətən ehtiyaclıdır. Bilirsiniz, evsiz insanlar çox. O qədər insanlar var, kirayədə qalırlar, bunun heç bir yanında problemi yoxdur. Amma problem ondadır ki, bir xəstəliyi də ola eyni zamanda, problem də ola ortada. Bu halda evsiz olmaq böyük bir problemlərə gətirir, çıxarır. Ağsaqqallar, tanıdığım, etimad etdiyim insanlar yığışdılar və mənə müraciət etdilər ki, bir nəfər var, bir qardaşımız var. Həm xəstədir, həm balası xəstədir, həm az təminatlıdır. 3 qız, bir oğlu var. Özü xəstə olduğu üçün, kirayədə qaldığı üçün böyük çətinliklərlə üzləşiblər. Ona görə də mən istədim ki, çəkib paylaşam və sizin kimi əziz insanlara müraciət edəm. Bu xeyir işə qol qoyaq birlikdə, bir nəfəri də evlə təmin edək, bir nəfəri də ev sahibi edək. Daha doğrusu bir nəfəri yox, ata, ana, 4 övladı ev sahibi olsunlar deyə sizə müraciət edirəm. Mən istəyirəm bu ailəni sizə tanıdım. Özünüz də görəcəksiniz ki, həqiqətən də belə bir insanlara əl tutmaq, dəstək olmaq demək olar ki, vacibdir, zəruridir. Bax, bizim bu qardaşımız 3-cü qrup əlildir, övladı da, 1-ci övladı, oğlu da. Adı nədir sənin? Məhərrəm. Məhərrəm balamız da 3-cü qrup əlildir. Sənədini də saxlayıb atası əlində. Bax, bu qız balalar, 3 dənə də gözəl, göyçək, mələk, fidan balalar var ki, bax, bunlar üçün sizə mən müraciət edirəm. Sən nə işdə işləyirsən? Qısa özün haqqında bir məlumat ver. Bizim izləyicilərimiz tanış olsunlar səndən. Bismillahirrahmanirrahim. Salam aleyküm. İndi bir sayısı işə indi müvəqqəti olaraq indi hal-hazırda getmirəm. Çay evindəsən? Sayısı. Aha, çay evində işləyirsən? Bəli, indi müvəqqəti olaraq indi getmirəm. 3-cü qrup əlilsən? Bəli. Kirayədə qalırsan? Bəli. Mən bunu qeyd etmək istəyirəm ki, bu insanlar harada kirayə qalırlar, çıxarırlar, qonşular şikayət edir. Məhərrəm balamızda autizm var, digər xəstəliyi də var, 3-cü qrup əlildir. Biraz nadirliyi var və bu səbəbdən də qonşular şikayət edirlər. Harada kirayə qalırlarsa, orada problemlə üzləşirlər. O baxımdan düşündüyü bir ağsaqqallar da məsləhətləşdilər ki, bu insanları bir ev sahibi eləyək. Bina evində kirayə qalırlar, Hövsan qəsəbəsində. Təbii ki, bina evində səs-küy olanda, uşaqlar səs-küy edəndə qonşularda narahatçılıq yaranır. O baxımdan da neçə dəfə evlərini dəyişiblər. Xəstələr çoxdur, evsizlər çoxdur, yenə deyirəm. Amma biz el olaraq, cəmiyyət olaraq, təbii ki, sosial yardım da alırsan, dövlət təmin edir, sosial yardım alırsan, doğrumu? Bəli, vaxtı bağışın O problemdir, vaxtı qutaracaq, düzəldəcək, verəcəklər yenə. Amma məsələ budur ki, sosial yardımla və özü də çay evində işləyir. Günə 7 manat, 10 manat, 15 manat, amma 4 nəfərlik bir ailə, daha doğrusu 6 nəfərlik bir ailə və üstəgəl kirayə xərcləri, kommunal xərclər yaşayışını çətinə salır. Ailənin başçısında əlillik var, xəstəlik var. O baxımdan bir gün işə gedir, 2 gün işə getmir və ailənin təmin edilməsi və hər ay kirayə düzəltməsi. Normal adam bunu bacarırsa, amma bu ailədə çətindir. Həqiqətən də çətinliklərlə qarşılaşırlar. Dostanış neçə müddətdir mən araşdırıram. 2 ay olar da müraciət olunmuşdu da mənə də. Mən 2 ay müddətində araşdırmışam ki, dəqiqliyini. Düzdür, elə insanlar mənə demişdilər ki, onların sözünə inanırıq. Amma ola bilər ki, onlar da allansınlar. O baxımdan da araşdırdıq dostlarla, elədik. Həqiqətən də bu ailənin sizin dəstəyinizə ehtiyacı var. Mən bir məsələni demək istəyirəm. Bir nəfər 1 manatından keçərsə,
Məsələn deyək 20 min, 25 min insan 1 manatdan toplasa, təsəvvür edirsinizmi? Bir dənə ev 20-25 minə almaq olar və yaşamaq olar orada, yaşaya bilərlər. Biz buna önəm vermirik, deyirik ki, 1 manatla nə olacaq? Amma insanlar birləşərsə, hərə 1 manatından keçərsə, bu ailə, 6 nəfərlik bir ailə, 3 qız, 1 oğlan uşağı, bu ailəni evlə əgər təmin edəriksə, təsəvvür edin ki, biləcəksiniz, həmişə düşünərsiniz ki, mənim də o kiminsə ev almasında, kiminsə ev sahibi olmasında mənim də bir əməyim var. Keçən səfər demişdim ki, avtodayanacaqda işləyirsən. Oradan Soyuqda amma işləyə bilməzsən, soyuqda... Tanıdı qurtardım. Bəli, soyuq aylarda işləyə bilmir, yəni xəstəliyindən dolayı işləyə bilmir. Amma indi çay evində o da dayanıb deyəsən, doğru? İndi hələ ki getmirəm, amma sağlıq olsun, yaxın günlərdə gedəcəm. Bir 3-4 kəlmə bir... Buyur, dünən eşitsinlər. Deməli, hələ ki indi işi hal-hazırda getmirəm səhətimlə əlaqəli. Sağlıq olsun, yaxın günlərdə gedəcəm. Amma bir məsələ var ki, bəzi məsələləri danışdı, məsləhət görmədim onları verməyə. Yəni o çətinliklər filan, hər ailədə indi belə deyək də, çətinliksiz ailə yoxdur, çətinliksiz yaşamaq mümkün deyil də. Yəni belə deyək də, insanların əksəri çətinlikdə olur, problemlə üzləşirlər. Yəni yağbalıda yaşamaq üçün gəlməmişik ki dünyaya. Problemimiz olmalıdır, çətinliyimiz olmalıdır. Hər gün, hər həftə ət yeməməliyik ki, belə baxanda belə danışaq da, biraz özümüzə təsəlli verək də. Yəni hər gün süfrəmizdə ət olmamalıdır da. Yəni bu vacib bir şey deyil. Heç xeyirli bir şey də deyil də, hər gün ət yeyək. Yəni çoxunun elə problemləri var. Onu qoyaq kənara. Burada əsas məsələ sizin evlə təmin olmağınızdır, ev sahibi olmağınızdır. Lap belə balaca bir daxma da olsa, özünüzün olsun, sizin balalarınız başqasının evində, kirayələrdə böyüməsin, qız uşaqlarıdır. Adınız, isminiz nə idi, xanım? Çək, mən onun üzünü göstərməyəcəm. Sevil xanım, bir oğlan, 3 qız. Çətin deyil çox uşağa baxmaq. 3 aşağı çox şeylənəm qızlar, oğlan çox aşağı. Hə, o xəstəliyinlə də... Uşaqlar incidir, hamı Qonşular da ona görə aman edirlər. 3 qız, cənnəti qazanmışsınız. Mənim də 3 qızım var, oğlanlardan əlavə. Mənim də 3 qızım var. Bu balaların başından Allah sizi ata-anasını əskik eləməsin. Həqiqətən də indiki zamanda uşaq böyütmə, bu qədər uşağa baxmaq çətindir, amma xoşbəxtlikdir əslində, səadətdir. Çox böyük bir xoşbəxtlikdir çox uşaqlı olmaq. Sadəcə adamın öz evi ola, uşaqlarını da böyüdə də. İndi kirayə verəsən, uşaqların xərcini ödəyəsən, əlbəttə çətindir. Dəstək verən varmı sizə? Yəni dolanışıq üçün yardım falan verənlər olurmu? Bəli, bir-iki dənə qardaş arada Güzərə kətindən dəstək olurlar. Bəli, mən tanıdığım qardaşlardır, ağsaqqallar var, müraciət edən tanışlığımız var. Allah onların canını sağ eləsin. İnşallah əzizlərimin kart hesabını paylaşacağım. Ümid edirəm ki, inşallah dəstək olacaqsınız. Bu ailə sevincə qərq olacaq. Həqiqətən bu ailənin ehtiyacı var, bu gül balaların ehtiyacı var, qız uşaqlarıdır. Hər adam 1 manatından keçsə, əgər bir evin alınmasında iştirak edəcək, şərik olacaq, onun savabına şərik olacaq. Bunu unutmayın inşallah. Mən o aktiv səhifələrdən xahiş edirəm adminlərindən ki, bu videonu paylaşsınlar. Yaxşılıq etmək xoşbəxtlikdir həqiqətən də. Yaxşılıq edən adam özü xoş hisslər duyur. Dostlarınıza həm bu videonu izlədin, həm də xahiş edin ki, 1 manatın, 2 manatından keçsin, bu ailəyə yardım eləsin, ev alaq və sizin də qəlbiniz şad olsun, bu ailənin də, bu gül balaların da qəlbi şad olsun inşallah. Böyük bir əziyyətdən qurtarmış olarsınız bu ailəni, bu gül balaları, bu fidan balaları sevindirmək istəyirsinizsə, bunlara ev almaq istəyirsinizsə, 1 manatdan, 2 manatdan keçməklə təsəvvür edin ki, bax bunları ev sahibi edəcəksiniz. Belə bir savabı, belə bir şansı əldən verməyin. Ya Allah, ya Muhammed, ya Əli deyin, Bismillah edin, başlayın.